Siz yoldaşınızla qaçandan sonra atanız dünyasında yaşayıb yoxsa? Xeyr, çox. Mənim 6 yaşım var idi. 6? 16. Atanız. Çoxdandır. Rəhmət eylesin. Mənim də 28 yaşım var. Bəs anavız var? Bəli, var. Amma belə də əlaqəm yoxdur. Dedilər, getmirsən, orada da qal. Qəbul eləmədi. Bundan sonra demə, anam var, bacım var. Qəbul eləmədilər. Və sonra da mən... Mən elə bilirəm 1 il sonra, 6 ay sonra bağışlayırlar axı. Bizim tayfa biraz qəribədir. Bağışlamadılar. Barışmaq lazımdır, bağışlamaq lazımdır. Nə də olsa siz onun övladısınız. Dostlar, salam aleykum, hər vaxtınız xeyir olsun. Hal-hazırda Həzi Aslanovdayam. Bu uşağın adı nədir? Nuran. Nuran bala qucağımdadır. Atası tərəfindən tərk olmuş 2 uşaqdır. Bir də anadır. Bu uşaq inhalasiya aparatı ilə nəfəs alır, nəfəs ala bilmir, çətinlik çəkir. Bəlkə çəkisi çoxdur ona görədir. 10 kilodur. 10 kilodur. Məndən istik almaq istəyir. Oynayır mənimlə. Deməli bu xanım, Səidə xanım yoldaşı ilə qoşulub qaçdığına görə o çox ailələrin başından keçən bir şeydir. 6 il bundan öncə qaçıblar, ailə qurub, 2 dənə uşağı var. 6 il sonra da yoldaşı xanımın dediyinə görə başqa belə qızlar falan ora-bura ayrılıblar. Sonra mənə zəng elədi ki, vəziyyətim çətindir. Deməli siz 400 manat uşaq pulu alırsınız. Bəli. Onun da 300 manatını evə verirsiniz, düzdür? Bəli, 100 manat qalır. Onu da yeməyin, içməyi, bir də ki, müalicə pulunu çatdıra bilmirəm. Müalicə pulunu çatdıra bilmirsiniz. Uşağın da müalicə dərmanları falan buradadır. Bu ailə Həzi Aslanovda qalır. Bu 100 manat. Sonra verirəm. Çox sağ olun, Allah razı olsun. Adam bu cür uşaqları necə qoyub gedər? Mən başa düşürəm. Bəlkə indi heç kim yola getmir, qadınla kişi bir-birlərini istəmirlər, amma uşaqlara ən azından baxmaq lazımdır. İşlədiyin puldan gətirib vermək lazımdır. Quranda evləndiyin kimi boşanmaq da var. Boşanmaq ayıb deyil, amma uşaqlara baxmaq lazımdır. Xanım, ayın 1-idir kirayə bu vaxtı. Bəli. Ayın 1-i yaz, kirayəni mən atacağım, yaxşı? Gələn ayın 1-də kirayəsini siz atasınız inşallah Allahın izni ilə. İndidən göndərin, aylıq nə qədər versin? 300 manat. 300 manat. Xanım, uşaqlar necə yedizdir, nə çizdirsən? Yəni bu nə olsa yeyir, bu heç. Amma bunu pampres pulu ilə yemək pulu ən çox. Bu simes yeyir, həkim başqa yemək qoymadı. Onun da qiyməti